Racim. Bismillahirrahmanirrahim. Qədir xumu təbliğ etmək vacibdir. İmam-ı Riza aleyhissalam buyurur ki, qədiri təbliğ etmək vacibdir. Hər kəs Qədirxum bayramın əzizliyə Allah təbarək və taala onun böyük və kiçik xətalarından keçər, onu bağışlayar. Və əgər dünyadan gedə bu yolda şəhidlər sırasında məhşur olar, şəhəda ilə məhşur olar. Bir hədis ki, Allah Rəsulü sallallahu aleyhi və aleyhi və səlləm Qədirxumda bu gündə oxuyubdi, çıxış edibdi, o xutbiyə, o hədisə Qədir hədisi deyərlər. Mütəvatir bir hədisdir. Yəni, həm əhl-i sünnət qardaşların kitablarında, həm də şiə kitablarında təvatür həddində əlimizə gəlib çatıbdır, nəql olunubdur. Allah Rəsulü bu xutbəni ki oxudu və bu xutbədə özündən sonra öz vəsisin millətə imam təyin etdi Allah tərəfindən. Bu hadisə ki baş verdi orada, insanlar Mövla Əmirül Müminin əleyhissalamla biət etdilər. Həzrət orada buyurur ki, فَلْيُبَلِّغْ الْحَاضِرُ الْغَائِبَ. Burada olanlar, burada olmayanlara bu hadisəni, mənim sözlərimi ki, əliyini özümdən sonra imam təyin edirəm, burada olmayanlara çatdırsın. Həzrət göstəriş verir. Fəlyubəlliğ, yəni təbliğ edüz, qədiri çatdırız. Əl-hadiru, burada olanlar, əl-qaibə, burada olmayanlara. 120 mindən artıq adam yazılır ki, Qədirxumda iştirak edibdir. 120 min insan, səhabə Qədirxumda iştirak ediblər. Sonra Həzrət buyurur ki, vəl validu əl-vələdə ilə yevmil qiyamə. Bu hadisəni, mənim burada çıxışımı, sözlərimi özümdən sonra Əli ibn Əbi Talib əleyhissalamı ümmətimə vəli qərar verirəm Allah tərəfindən. Bu Qədirxumu burada olanlar, burada olmayanlara, valideynlər övladlarına qiyamətə qədər təbliğ etsinlər, çatdırsınlar, nəsildən nəsilə ötürsünlər. Bizə vəzifədir bu. Ki, Qədirxumu yaşadaq, nəsildən nəsilə ötürək, onun haqqında kitablar yazılsın, məqalələr yazılsın, elmi əsərlər yazılsın, filmlər çəkilsin, nəsildən nəsilə ötürülsün. Bizə vacibdir bu. Qədirxum Allahın böyük bayramıdır. Qədirxum vilayət bayramıdır. Qədirxum şadlıq günüdür. Allah da bu gündə şad olur. Allahın mələkləri də şad olur, möminlər də şad olur. Qədirxumda şeytan əsəbi olur. Şeytanın qəzəbli günüdür. Nə üçün? İmam-ı Riza aleyhissalam buyurur ki, Qədirxumda Həzrəti Əmirül Müminin əleyhissalamın vilayətin qəbul edənlər bənziyir o mələklərə ki, Allah onlara əmr etdi ki, Adəmə səcdə edin, onlar etdilər. Hər kəs vilayəti qəbul edirsə, mələklər kimidir ki, Allahın səcdə əmrinə boyun əydilər. Və iz qulna lil mələikəti iscudu li Adəmə fəsəcədu. Onlar mələklər səcdə etdilər. Etməyənlərsə şeytana qul oldular. Yəni vilayəti qəbul etməyənlər şeytan kimi oldular ki, Allah təbarək və taala əmr etdi mələklərə ki, Adəmə səcdə edin, mələklər etdilər. İblis etmədi.
Həzrəti Riza əleyhissalam buyurur ki, Qədirxumda Əli ibn Əbi Talibin vilayətini qəbul edənlər bənzir o mələklərə ki, səcdə əmrinə boyun əydilər. Etməyənlər bənzir o şeytana ki, boyun əymədilər Allah əmrinə. Qədirxum həqqin batildən ayrılan günüdür. Qədirxum bəndəli günüdür, namaz, oruz günüdür. Qədirxum günahların bağışlanan günüdür. Qədirxum dəlil, arqument günüdür. Qədir möhkəm səngərdir. Həqiqətən. Düşməni çox narahat edir. Düşmən Qədirxumu unutturmaq üçün çox çalışıblar. Düşmən çox çalışıbdı tarixən Qədirxumu unuttursun. Məxsusən Bəni Ümeyyə. Xilafət dövründə, hakimiyyət dövründə Qədirxumu unutturmaq üçün nə qədər hədis qondarıblar. Əhl-i sünnət alimləri çox təəssüflər olsun. Qədirxumu unutturmağa çalışıblar. Mən bu cümə xütbəsində əhl-i sünnət alimlərinə xitabən ərz edirəm onlara, qardaşlar, bir daha da insafla, təəssübü qoyun kənara, vəhabilərə yox, nasibilərə yox, İbn-i Teymiyyənin ardıcıllarına yox, əhl-i sünnət qardaşlarına xitabən ərz edirəm ki, nə yaxşı olar ki, bu Qədirxum bayramında siz neytral olaraq təəssübü qoyasınız kənara, bir daha da Quran ayələrinə, tarixi hadisələrə, öz kitablarınızda yazılan hədislərə belə təəssübkeşlik olmadan müraciət eləyəsiniz. Çünki sizlər milyonlarla insanı yoldan çıxardırsınız. Əgər sizlər qəbul etsiniz, həm özünüz üçün yaxşı olar, axirətiniz üçün. Həm də milyonlarla insan ki, sizlərə qulaq asır, onlar hidayət olarlar. Əks halda mənim ürəyim yanır sizlərə. Siz həm özünüzü bədbəxt eləyirsiniz, həm də milyonlarla adi insanları hidayətdən saxlayırsınız ki, onları siz maarifləndirirsiniz. Siz nə deyirsiniz, o minlər, milyonlar insan sizlərə qulaq asır, nəhayətdə vilayətdən uzaq qalıblar. Bunların günahları da, necə ki, Quran ayələrində Yəhud, Nəsara alimləri tənqid olunur, pislənir, o sizlərə də aiddir. Ürəyim yanır sizlərə, təəssübkeşliyi qoyun qırağa. Bir tərəf olaraq məsələyə yanaşız. 1400 il bundan qabaq kimlərsə nəfsani istəklərinə uyublar, xilafəti qəsb eləyiblər, şeytana qul olublar, Peyğəmbərin əmanətinə xəyanət eləyiblər, zülümlər ediblər, siz o zülümlərə şərik olmuyuz. Siz onların zülümlərini təsdiqləmiyiniz. Siz onların elədiyi cinayətləri üstbasdır eləmiyiniz və bunun üçün çalışmıyız. Özünüzə rəhminiz gəlsin. Millətə rəhminiz gəlsin. Cavanlara rəhminiz gəlsin ki, onların əqidəsində sizin böyük rolunuz var. Onların hidayət olmasında sizin böyük rolunuz var. Şübhəsiz ki, buna görə çox pəşiman olacaqsınız. Çox həsrət çəkəcəksiniz. Çünki Qədirxum o qədər şəffaf bir məsələdir. Bununla mübarizə etmək mümkündür. Çünki mütəvatir bir hadisədir. Amma mənim yazığım gəlir. Əsrlər öncə yaşamış o alimlər ki, çalışıblar Qədirxumu gizlətsinlər, təhrif etsinlər. Bəziləri deyiblər ki, ümumiyyətlə, Həzrəti Əli Qədirxumda olmayıb ki, Yəməndə idi həmin vaxtı, Fəxri Razı kimilər.
Bəziləri deyirlər ki, ümumiyyətlə Qədirxum hədisi yoxdur. Yalandır belə hədis. Özləri öz kitablarında təvatür həddində qəbul ediblər. Çox ziddiyyətli danışırlar. Bir sözlərin öz yazdığı kitabın neçə səhifə sonrasında təksib edirlər. Məsələn deyirəm, kitabın 50-ci səhifəsində belə bir şey yazırlar özləri. Kitabın 100-cü səhifəsində ya unudurlar, ya da ki, nədənsə özlərini təksib edirlər. Məsələn, necə? Deyir, o hədisi ki, mütəvatirdir. Mütəvatir nə deməkdir? Yəni, o qədər nəql olunub bu hədis, artıq bunda şübhə yoxdur. Ərz elədiyim kimi, bir hadisə ki, 120 min sahabə orada iştirak edə. Yüzlərlə, minlərlə insan bunu nəql eləyə. O qədər da məşhur bir hadisə olur bu. Yəni, elə bir hadisə baş verir ki, artıq onda şübhə yoxdur ki, heç kəs demir ki, belə bir şey olmayıbdır. Allah Rəsulü o siyasəti ilə, uzaq görənliyi ilə o qədər gözəl proqram cızdı bunun üçün, Qədirxum üçün. Əsrlər keçir, yenə düşmənlər əziyyət çəkir bunu inkar etmədə. Deyirlər o hədisi ki, mütəvatirdir, şübhə yoxdur onda. Quran ayəsi kimidir, gərək qəbul oluna. Özləri öz kitablarında yazırlar, hədisi qədir, qədir hədisi mütəvatirdir. Hətta əhl-i sünnət alimləri kitablar yazırlar, mütəvatir hədisləri o kitabda toplayıblar, qədir hədisində gətiriblər. Bir tərəfdən bu cür deyirlər, bir tərəfdən başqa cür deyirlər. Bəziləri deyir, ümumiyyətlə olmayıb, bəziləri deyir, Həzrət Əli orada olmayıb, bəziləri deyir, olubdur, Mövla sözü dost mənasındadır. Xulası özlərin gülünc vəziyyətə salıblar. Xəzalət çəkmirsiniz, olmaz bu cür. Qədirxum dinin kamilləşən günüdür. Sıradan bir sözdür. Elə bir gün ki, din məhz həmin gündə kamilləşir. Qədirxum nemətin tamamlanan günüdür. Elə bir gün ki, nemət o gündə tamamlandı. Söz çoxdur bu barədə. İnşallah danışılar bu barədə. Qısa mən işarə eləyirəm. 3 ayə. Biri İblaq ayəsidir, Maidə surəsi. Ya əyyuhər rəsul, bəlliğ ma unzilə iləykə min Rabbik. Rəbbin tərəfindən sənə nazil olan şeyi çatdır, əmr eləyir. Fəin ləm təfəl, əgər bunu etməsin, çatdırmasın, fəma bəlləqdə risalət. Allahın risalətini yerinə yetirməmişsin. Cəmaatdan qorxma, Allah səni cəmaatdan saxlayacaq cəmaatın xətasından. Qədirxum yetişir, Həzrət göstəriş verir. Həccətül vidadan qayıdan minlərlə insan Qədirxum elə bir nöqtədir ki, yollar ayrılan yerdir. Oradan İraqa gedənlər, Yəmənə gedənlər, Mədiniyə gedənlər, xülasə yollar oradan ayrılacaq. Peyğəmbər göstəriş verir, karivan isti bir havada dayanır. Qabaqda olanlar qayıdır, arxada olanlar çatır. Həzrət Rəsulullah göstəriş verir, əzan, zöhr əzanı verilir, namaz qılınır. Namazdan sonra dərhal Həzrət buyurur ki, Allah tərəfindən sizə təzə bir xəbəri çatdırmalıyım. Peyğəmbər üçün dəvələrin cihazlarından, daşlardan xülasə, orada elə bir vəziyyət idi ki, o qədər isti olub ki, tarix yazır ki, insanlar əbanın bir hissələrin başlarına, bir hissələrinin ayaqlarının altına salırdılar ki, yandırmasın. Belə bir həvada Peyğəmbər xütbə oxuyur. Özünün möminlərə əvla olmasından, səlahiyyətli olmasından, rəhbərçiliyindən söz açır. Ömrünün bitməyindən və tezliklə insanları tərk edib dünyadan getməyindən xəbər verir. Xütbələr oxuyur, sözlər deyilir, geniş bir xütbədir. Gəlib yetişir bu hissəsinə, buyurur ki, mən kuntu mövlah, fəaliyyum mövlah. Təkbir! Allahu Ekber! Allahu Ekber! Allahu Ekber! La ilahe illallah! Amma bu sözdən qabaq, deyir Allah mənim
Mövlamdır. Mən də möminlərə Mövla rəhbərəm. Diqqət eləyin. Əvvəl möminlərdən iqra alır. Möminlər təsdiqləyir. Sonra deyir, buyurur ki, Allah mənim Mövlamdır, Allah mənim rəhbərimdir. Mən möminlərin rəhbəriyəm. Mən kuntu Mövla, hər kəs ki mən onun rəhbəriyəm, fəəliyyum Mövlah, Əli onun Mövlası rəhbəridir. Diqqət eləyin, çox belə inatkarlıq, ləcacət, təəssübkeşlik eləyirlər. Deyirlər ki, Mövla dost mənasındadır. Bunun cavabları var. Əvvələn budur ki, bu hədis sizin öz kitablarınızda fəqət Mövla sözü ilə gəlməyibdir. Bəzi kitablarınızda yazılır ki, mən kuntu əmiruhu, hər kəs ki mən onun əmiriyəm. Hər kəs ki, bəzi yazılarda bu cür gəlibdir. Hər kəs ki mən onun vəlisiyəm. Bunlara necə cavab verirsiniz? Həzrət Rasulullah ki buyurdu, hər kəs ki mən onun rəhbəriyəm, Əli də onun rəhbəridir. Xütbəni bitirəndən sonra ikinci ayə nazil olur. Əl-yevmə əkməltu lakum dinəkum. Cəbrəil əmin nazil olur dərhal. Deyir, məhz bugün mən dinimi kamilləşdirdim. Yəni vilayətsiz din kamilləşmir. Din vilayətlə kamilləşir. Və ətməmtu aleykum ni'məti, ni'mətimi sizə tamamladım. Və raditu lakum İslamə dinə. Bu cür dinə, bu cür İslam'a razı oldum sizi üçün. Tekbir! Allahu Ekber! Allahu Ekber! Allahu Ekber! O din ki, o İslami ki vilayət var, Əli və övladı Əli orada sizlərə imamdır. Bu cür dinə, bu cür İslama, bu cür müsəlmançılığa Allah razıdır. Çox təəccüblüdür. Əqilin ziddinə olan sözlər deyirlər. Bəziləri deyirlər ki, ümumiyyətlə Peyğəmbər heç kəsi təyin etməyib getdi. Bu ağılsız sözdür. Necə ola bilər ki, Peyğəmbər o əzəməti ilə, bu əzəmətli bir hadisiyə laqeyd yanaşa çıxıb gedə dünyadan rehlət eləyə və deyək ki, özünüz bilərsiniz məndən sonra nə iniz eləyirsiniz. Əvvələn bu ağılın ziddi nədir? Bunlar bu sözü ilə deyirlər ki, nəstəciru billah, Əbu Bəkir Peyğəmbərdən ağıllı idi. Necə? Niyə görə? Deyirlər ki, Peyğəmbər heç kəsi təyin etməyib getdi. Əbu Bəkir özündən sonra Öməri təyin etdi. Əstəğfurullah. Təyin etdi Əbu Bəkirin təyin etməyində bu heç. Amma siz bir tərəfdən deyirsiniz, Peyğəmbər təyin etməyib heç kəsi. Bəziləri bu cür deyir axı. Yəni Peyğəmbər Əbu Bəkir qədər düşünmürdü ki, məndən sonra ümmətə rəhbər lazımdır, yoxsa yox. Ömər özündən sonra 6 nəfəri şura təyin etdi. Peyğəmbər Ömər qədər belə düşünmürdü ki, məndən sonra ümmətə rəhbər lazımdır. Nə qədər gülünc danışırsınız, nə qədər özünüzü rüsva eləyirsiniz. Bəli. Ümumiyyətlə, Peyğəmbərin həyat tərzinin ziddi nədir bu? Peyğəmbər neçə günlük Mədinədən çıxanda yerinə adam qoyurdu. Döyüşə gedirdi qısa müddətə. Mədinədən çıxanda bir nəfəri öz yerinə təyin edirdi Mədinədə rəhbər kimi. O ki qaldı, dünyadan gedir, bu qədər zəhmətlər çəkibdi. Desin ki, məndən sonra özünüz bilərsiniz və bıraxa imamın seçilməsin, rəhbərin seçilməsin millətin ixtiyarına. Hansı millətin? 1400 il bundan qabaqki millətin, ərəblərin, bir-birinin qanun tökənlər, qızların diri-diri bastıranların, kərtənkələ ovlayıb yiyənlərin, belə ümmət məgər yığışıb özünə imam təyin edə bilər? Ümumiyyətlə, Peyğəmbərdən sonra hansı xəlifəni siz, birinci xəlifəni iddia edirsiniz seçilibdir? Hansı ümmət seçdi onu? Heç bir ümmət. Ömər özü etiraf edir ki, Əbu Bəkirin xəlifə seçilməsi tələsik bir iş idi. Xoşa gəlməz, tələsik.
bəyənilməyən bir iş idi. Bəli. İmam Rıza Aleyhisselam buyurur ki, Allah Qədir Xumdan cəhənnəm odundan o qədər azad edər insanları. Nə qədər? Ramazan ayında, Ramazan ayının Qədir gecəsində, Ramazan ayının bayram, fitir bayramının gecəsində nə qədər insanlar Allah cəhənnəm odundan azad edir, Qədir Xum bayramı günündə 2 bərabər azad edər. O qədər əzəmətlidir.